Salam dəyərli dostlar, xoş gördük sizləri. Sizlərə bu günləri 4 ədəd ev təqdim edəcəm. 4 ədəd ev. Bir evin həyətindədir dəyərli dostlarımız. Çəkiliş etdiyim ev tam yaşayışlı bir evdir. Bütün əşyalar ilə birgə satılır. Elektronika evin içərisindən çıxarılır və videoda görülən bütün əşyalar evin içərisində qalacaq. Ev sahibinin şəxsi əşyalarından başqa dəyərli dostlarımız. Qonaq otağından çəkilişə başlamışam. 4 ədəd ev qiymət 73.000 manat təşkil edir. Səhifəni bəyənib like etməyi unutmayın. Səhifəyə abunə olun, zəhmət olmasa dəyərli dostlarımız. Hər gün sizlərə ucuz, keyfiyyətli evlər təqdim edəcəm. Bir həyətdə 4 ədəd evdir. 3 ədəd 150 manatdan hesablasaz kiraya pul gətirir dəyərli dostlarımız. Hal-hazırda çəkiliş etdiyim evdə yaşayış var və bütün əşyalar ilə bir yerdə satılır. Qonaq otağından çəkilişə başlamışam. Dəyərli dostlarımız TV stendin yerinə kimi yığılıb. Pəncərəsi öz həyətyanı sahəsinə baxır. Dəmir barmaqlıqlarına kimi vurulub. Evin çöl tərəfini və ümumi həyətdə olan evləri də sizlərə təqdim edəcəm. 055 291 3565 mənim əlaqə nömrəmdir. Siz də mülkünüzü satmaq istəyirsinizsə Masazır Xırdalan saray ərazisində buyurub zəng edə bilərsiniz. Evin mərkəzi giriş qapısıdır. Videoya sonuna qədər baxın. Çünki həyətdəki evləri sizlərə bir videonun daxilində təqdim edəcəm dəyərli dostlarımız. Gözəl bir mətbəx mebeli yığılıb. Elektronika mətbəxin içərisindən çıxarılacaq dəyərli dostlarımız. İstilik sistemi kombidir. Ev ot kimidir, radiatorları bağlanılıb, tamamilə hazır vəziyyətdədir, tam yaşayışlı bir evdir. Qaz, su, işıq sayğacların hamısı quraşdırılıb, hazır vəziyyətdədir. Dəhliz vasitəsilə otaqlara bölgülərdir. Keçək sanitar qovşaqla sizləri tanış edeyim. Tam təchizat bütün aksesuarlarına kimi quraşdırılıb, tamamilə hazır bir vəziyyətdədir. Havalandırma üçün pəncərə sahəsi də qoyulub. Dəyərli dostlarımız, yataq otağıdır, tam əşyalı olaraq evin içərisində qalacaq. Pəncərələrin qarşısını heç bir maneə tutmur. Bütün pəncərələrin qarşısı dəmir barmaqlıqlarla bağlanılıb. Polu taxtadır, yerdən kürsülüdür. Və sonuncu yataq otağı ilə də sizləri tanış edirəm. Tavan sahəsi alçıbandır, çox gözəl işləmələr işlənilib. Bu yataq otağının da tam olaraq bütün əşyaları evin içərisindən qalır. Bir daha qeyd edirəm. Evimiz əşyalı olaraq satışa çıxarılıb. 4 ədəd evdir. 3 otaqlı yaşayış olan ev və həyətdə 3 ədəd bir otaqlı evlərimiz var dəyərli dostlarımız. Hamısı bir yerdə 73.000 manat təşkil eləyir. Keçək digər sahələrlə də sizləri tanış edim. Dəyərli dostlarımız, evin ümumi fasad görkəmidir. Həyətyanı sahə tamet daşlarla örtülüb. Yerdən kürsülüdür. Padval sahəsinə giriş kodu, istilik sistemi kombi aparatıdır. Burada yerləşdirilib. Qaz, su, işıq, kanalizasiya mərkəzidir. Sayğacların hamısı quraşdırılıb. Tavan sahəsinə giriş koduna kimi qoyulub, tamamilə hazır bir vəziyyətdədir. Keçək həyətyanı sahədə olan evlərlə sizləri tanış edin. Geniş bir şəkildə həyətyanı sahəsi var. Dəyərli dostlarımız, hamam tualeti var burada həyət üçün. Burada addenli bir otaqdır. Dəyərli dostlarımız, İstəsəz düzəldib kirayədə vermək mümkündür. Mətbəx sahəsi üçün yerdə ayrılıb. Tam geniş ətraflı olaraq sizlərə baxışa gəldikdə təqdim edəcəm. Burada da belə bir otaqdır. Ev sahibi bildirdi ki, burada bildirçin saxlayıram. Həyətyanı sahəsi var, dəyərli dostlarımız. Keçək bu yaşıl göy evlə də sizləri tanış edəcəm. 055 291 3565 mənim əlaqə nömrəmdir. Bu evlərin hər birin ayrı-ayrılıqda 150 manata kiraya vermək mümkündür. Keçək digər evlə də sizləri tanış edəcəm dəyərli dostlarımız. Burada da bir ədəd evimiz var. Bismillah eləyək keçək. Mətbəx sahəsi xudmani bir mətbəx sahəsi kimi qeyd olunub. Pütümünütkası qoyulub, qaz peçisi qoyulub, hamam tualet. Tam təchizat bütün aksesuarlara kimi yığılıb. Burada da bir otaqdır. Təmirə ehtiyacı var. Dəyərli dostlarımız, yüngülvari təmir etdikdən sonra buranı da 150-200 manata kiraya vermək mümkündür. 055 291 3565 mənim əlaqə nömrəmdir. Buyurub zəng edə bilərsiniz. Hətta buranı mətbəx sahəsi kimi də
istifadə ediblər zamanında. Stil sistemi kombinin xəttinə kimi çəkilib, tamamilə hazır vəziyyətdədir. 4 ədəd bir evdə, bir həyətdə 73 min manat təşkil edir. Gələn videolarda sağ olun, sağlıqla qalın.